Əskər Zeynalov sıradan olan adi, sadə bir elm adamı deyil. Bunu mən bu məsuliyyəti özlərimə götürüb deyirəm. O gün telefonla danışanda Əskər dedim ki, Əskər müəllim, sən elmin qara fəhləsisən. Özünün də xoşuna gəldi. Bütün özünün həyatını elmə həsr edibdir. Mən Əskərin yaradıcılığını iki yerə bölmüşəm özlüyümdə. Biri, onun sadəcə olaraq elmi tədqiqat işi ilə bağlıdır, Fransız ədəbiyyatına bağlı tədqiqatlardır. İkincisi, bədii yaradıcılığıdır. Həmişə Əskərə demişəm ki, sənin bədii yaradıcılığın elmi tədqiqatdan qat-qat üstündür. Və onun hara gedib bir qatar əsəri var, bir də İrəvan ziyalıları deyilən bir əsəri var. Yəni Əskərin əsərləri çoxdur. Amma demək olar, onların hamısının oxucusu, ilk oxucusu mən olmuşam, hətta qəzet məqalələrində. Və Əskərin yazmış olduğu bu əsərlər haqqında da qəzet məqaləsi də işıq üzü görür. Əskər müəllim yazmış olduğu İrəvan ziyalıları məsələsi gündəliyə çıxanda, hətta universitetdə də böyük müzakirə keçirdik və bəlli oldu ki, Əskər müəllim yazmış olduğu bu kitab təkcə sadəcə Azərbaycan auditoriyasına yox, Avropada Azərbaycan siyasətini həyata keçirmək üçün çox gözəl bir sənətdir. Ona görə ki, Əskər İrəvanı məhlə-məhlə, küçə-küçə, səki-səki, ev-ev tanıyırdı və o səkiləri, o daşları sevə-sevə, çox isti-səmimi münasibətlə də əsərində təsvir eləmişdir. Görkəmli alim Əskər Zeynalov 2017-ci ildən New York Elmlər Akademiyasının üzvüdür. 2018-ci ildə Özbəkistan Turan Elmlər Akademiyasının, 2019-cu ildə Parisdə fəaliyyət göstərən Viktor Hugo Dostları Cəmiyyətinin üzvü. Həmin ildə Türk Dünyası Beynəlxalq Akademiyasının akademiki və Almaniyada fəaliyyət göstərən Beynəlxalq Avropa Elmlər Akademiyasının üzvü olub və Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının Beynəlxalq Qızıl medalına layiq görülüb. Onun şəxsi iştirakı və əsərləri əsasında Uluxanlı 125, İrəvan və İrəvanlılar, Zəngibasar, Mustafa Topçubaşov, Bir şair ömrü və digər sənətli filmlər çəkilib. Onun əsas yaradıcılığı Viktor Hugo'nun o dövrdə Qərbin iki böyük dahi yazıcısı, ikincisi isə mütəxəssis kimi maarifçi deyərlər, Voltaire'in yaradıcılığına həsr etmişdir. Məlumdur ki, Voltaire də o dövrdə doğrudan da yazdığı əsərlərində Azərbaycan haqqında fikirlərinə, mövqeyinə geniş deməli, yer ayırmışdır. Avropa ölkələrinin elmi xəbərlərində də onun bir çox məqalələri dərc olunmuşdur və çox deməli tez-tez Almaniyada, Fransada, başqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. O konfranslarda iştirakı zamanı həm də müəyyən orada bölmələrin, seksiyalarını deyirlər, onların rəhbəri olmuşdur. Professor Əskər Zeynalovun xarici ölkələrdə nəşr olunmuş kitabları. Rus dilində Sankt-Peterburq nəşri 2001-ci il. Rus dilində Moskva nəşri 2013-cü il. Fransız dilində Hugo Fransız ədəbiyyatının milyarderi Fransa nəşri 2015-ci il. İngilis dilində Hugo Fransız ədəbiyyatının milyarderi Almaniya nəşri 2016-cı il. İngilis dilində Hugo ABŞ nəşri 2016-cı il. İngilis dilində İrəvan ziyalıları ABŞ nəşri 2016-cı il. İngilis dilində İrəvan xanlığı ABŞ nəşri 2016-cı il. İngilis dilində İngiltərə nəşri Hugo'nun Şərq baxışı 2016-cı il. İngilis dilində Kanada nəşri Voltaire və Hugo'nun Şərq baxışı 2016-cı il. İngilis dilində Şərq Voltaire yaradıcılığında Hindistan nəşri 2017-ci il. İngilis dilində Voltaire və Hugo'nun Şərq dünyası İsveç nəşri 2018-ci il.
bizim dilimizdə frenk sözü var. Bu da Fransanı təmsil edən. Frengi, yəni bir tərəfdən fransız ziyalılığıdır, bir tərəfdən Fransada buraxılan alətlərdir. Bax, bu mənada Əsgər müəllimin Fransa ilə bağlı, fransız dili ilə bağlı o qədər də maraq göstərilmədiyi bir dövrdə o tarixi marağı özündə ifadə eləyə bilibdir və bu sahə üzrə həqiqətən bizim yaxşı mütəxəssisimiz olub. Düzdür, əvvəl yazdığı dissertasiya o daha çox Azərbaycan ədəbiyyatı ilə bağlıdır, Qafqazla bağlıydı. Təbii ki, burada da Avropa elementləri, xüsusiyyətləri var idi, amma artıq onun doktorluq dissertasiyası birbaşa fransız ədəbiyyatında şərq mövzuları, şərq motivləri ümumiyyətlə şərqdir və burada da əsas alınıb görkəmli fransız yazıcı mütəfəkkirləri Voltaire və Hugo. Voltaire türk dünyasını sevən adamdır, şərqi sevən adamdır. Onun türk dünyası ilə bağlı, türklərlə bağlı çox maraqlı fikirləri var. Hugo'nun da dühası bütün dünyaya məlumdur. Və Əsgər müəllim çox maraqlıdır ki, bu iki böyük şəxsiyyəti və ümumiyyətlə fransız ədəbiyyatının bu gedişatını, o klassik fransız ədəbiyyatını bir tərəfdən Azərbaycan üçün öyrənib, digər tərəfdən ümumən şərq üçün öyrənib. Bunlar hələ məsələnin üzdə olan qatıdır. Eyni zamanda Voltaire'dən və Hugo'dan görünən şərqi Avropa üçün öyrənib. Bəlkə də Voltaire haqqında da, Hugo haqqında da, bəlkə də yox, bütün dünyada, xüsusilə də Fransada çox yazıblar. Onun şərqlə bağlı düşüncələrini də araşdırıblar. Amma Əsgər Zeynalovun üstünlüyü odur ki, Əsgər Zeynalov şərqlidir. Əsgər Zeynalov şərqin koloritini, mahiyyətini istənilən fransızdan, o Fransanın ən böyük dühasından da yaxşı bilir. Ona görə də onun apardığı tədqiqatlar bu baxımdan yalnız bizim üçün yox, bütün dünya üçün maraqlıdır və təsadüfi deyil ki, həmin o əsər artıq dəfələrlə dünyanın hər yerində, özü də müxtəlif dillərdə, İngiliscə, fransızca çap olunur və bu iki dahi haqqında, onların şərqlə bağlı düşüncələri haqqında təsəvvür yaratmaqla yanaşı, eyni zamanda bugün dünyada çox dəbdə olan şərq-qərb mövzusunu işləyir. Yəni, bugün dünya şərqlə qərbin təması ilə bağlı məsələlərə çox həssasdır. Bu məsələləri ən xırda detallarına qədər öyrənir. O mənada elə bilirəm ki, Əsgər müəllimin bu tədqiqatları Azərbaycanı yüksəldən tədqiqatlardır. Azərbaycanın dünya ədəbiyyatında, dünyanı dərk eləməsində, dünyada gedən ictimai-siyasi prosesləri anlamasında və bir Azərbaycan mövqeyindən anlamasında Əsgər müəllimin xidmətləri həqiqətən çoxdur. Onun fransız dili ilə bağlı, fransız ədəbiyyatı ilə bağlı, onun tədrisi ilə bağlı çoxlu əsərləri var. Uzun müddət bu sahədə, indi artıq Dillər Universitetində bu sahəyə rəhbərlik eləyən bir tədqiqatçıdır, görkəmli bir araşdırıcıdır. Eyni zamanda bütün bu Avropa mədəniyyətini, ədəbiyyatını, dillərini yaxşı bilməklə yanaşı Professor Əsgər Zeynalov həm də öz vətəninin o təəssübkeş bir oğludur, milliyyətçi bir oğludur və bu təəssübkeşlik, bu milliyyətçilik sadəcə sözdə deyil. Onun apardığı elə tədqiqatlar var ki, məsələn, İrəvan ziyalıları tədqiqatını, onu heç kim o səviyyədə apara bilməz. Həm o işlərə ürəkdən yanaşır, həm bütün detalları ilə tədqiq edir, ayrı-ayrı görkəmli İrəvan ziyalılarının həyatını, tərcümə halını, həm də onları hər birini ayrı-ayrılıqda mətbuatda artıq neçə illərdir ki, çap elətdirir.